Həmişə düşünürəm ki, bəzi bizim o müğənni qadınlar var, arvadlar var, notu bilmirlər. Amma iddialıdırlar. Bilmirlər not nədir. Notu bilmirlər, amma iddialıdırlar. Vardan, dövlətdən danışırlar. Bir-iki dənə də bozbaş mahnıları var. Deyirəm, bunlar Şövkət Ələkbərov olsaydılar, Rəşid Beybutov olsaydılar, Polad Bülbüllü olsaydılar, Müslüm Maqamayev olsaydılar, Sara Qədimov olsaydılar, elə Allah Pugaçov olsaydılar, bunlar nə edərdi? Xalqı, milləti, hamısını ayaq altda qoyardılar. Mən, necə indi deyirlər, mən. Yenə də deyirəm, iki notu bilmirlər, bu müğənni arvadları iki notu bilmirlər. Amma məmurların adını bilirlər. Məmurların neçə uşağı var, nazirin adını bilirlər, nazirin neçə uşağı var, harada kimi saxlayır, kimə pul xərcləyir, aya nə qədər pul qazanırlar, nə qədər gəlirləri var. Bunların hamısını bilirlər. Amma notu bilmirlər. Əziz o musiqidən xəbəri olmayan müğənni arvadlar, bir gedin, not öyrənin də. Bax, necə nazirin, məmurun ailəsinin içinə girirsiniz, hər şeyini öyrənirsiniz. Nə yiyir, menüsünə nə daxildir, necə yatır, necə durur, yorğanının, yastığının, nə bilim, hamısının rəngini bilirsiniz. Siz də mənə bağışlayın. Elə müğənnilər var ki, o məmurun alt paltarının rənginə qədər bilirlər. Hansı firmadan alır, brenddir, yoxsa yerlidir. Bunları bilirlər. Amma not bilmirlər. İddialıdırlar. Eyibdir sizə. Özünüzə gəlin. Bəzi məhz müğənniciklər.